Ətir bazarı, kosmetika malları bazarı en çirklenmiş bir segmenttir. Hele biz 8 yıl bundan önce parfümeriya bazarını tədqiq elədik ve ülkenin emtia bazarında külli miktarda saxta parfümeriya malları, o cümleden ətirlər olduğu müəyyən etdik. Onları ifşa etdik, onların satış yerleri müəyyənlədik, dövlət orqanlarına qarşı məsələ qaldırdıq. Xeyli vəziyyəti dəyişdik. Lakin ondan sonra düşündük ki bu iş düzeler, lakin hazırki vəziyyət yenə də acınacaqlıdır və iş o getirip çıkarıp ki ülkede gramla ətir satırlar. Yani burada düzeldi, burada satırlar vesaire. Üstelik online ətir satışı və yaxud parfümeriya malları satışı da mevcuttur. Beynəlxalq İstehlakçı Təşkilatının verdiği məlumata göre heç vaxt online, xüsusən xaricdən qida, xüsusən dərman, dəri ilə təmasda olan ətirlər, parfümeriya malları almaq tövsiyə olunmur. Çünkü onlar uzaq ölkələrdə istehsal olunur. Əks əlaqə yaratmaq çox çətindir. Hətta müəyyən xəstəliklər belə gələrsə, istehlakçı qrup pozularsa heç onlar tapıb ifşa etmək də mümkün olmur. Ona görə də belə məsələlərdə istehlakçı diqqətli olmalılar. Bir sözlə online ətir parfümeriya malları alışından istehlakçı çəkinməlidir. Elə bir dəri xəstəlikləri, elə bir daxili xəstəliyə əmələ gələ bilər ki, heç onun həkimlər də müəyyəni də bilməz. Yerli brendlər yaranmalıdır. Yerli ətir istehsalı çox az miqdardadır. Bunlar bazarın təmizlənməsinə maraqlı olmalıdır olanlarda. Çox təəssüf ki, yerli ətir istehsalçıları, parfümeriya malı istehsalçıları bazarı təmizləməkdə heç maraqları yoxdur. Və xaricdən gətirilən ətirlərin də çox böyük bir hissəsi, hətta ən brend dükanında ən saxta mala rast olunmaq olar. Onun saxtalığı da oradan bilinir ki, əksəriyyəti vaxtı geçmiş olur. Üzərində buraxılma tarixi yararlıq müddət olmur. Belə ətirlərdən uzaq olmaq lazımdır. Parfümeriya malları üzərində hər iki tarix mütləq olmalıdır. Ve üstelik bu biznesle meşgul olanlar Nazirler Kabineti'nin 114 sayılı kararına arxain olurlar. Bu karara göre parfümeriya malları değiştirilmeyen ve qaytarılmayan mallar siyasındadır. Düşünürəm ki, bu səhv bir karardır. O karar mütləq değişməlidir. Ölkədə mükemmel istehlacı siyaset formalaşmalıdır. Azərbaycan hökuməti biznes kurumları için, o cümleden parfümeriya biznesine meşgul olanlar için rahat bir şərait yaradıb. Onlarsa bundan sui-istifadə edirlər. Azad İstehlacılar Birliği yayın ki mövzuya qayıdacaq və yerli ətir istehsalçıları, həqiqi natural ətir idxalçıları gərək pressa ilə, kütləvi informasiya vasitələrlə çox ciddi iş aparsınlar, bazarın təmizlənməsi işini görsünlər. Təəssüf ki, bunu da biz görmürük.